Okey, birincidə məsəl üçün Tərgül xanım hansı variantı yazmısınız? C variantı. Birincidə S, düzdür. Hər kəsdə düzdür. Mən E qoymuşdum. Mən. A variantı. Nishi only studied Western. Səsdə belə bir şey deyir ki, o həm şərq, həm də qərb tibbini oxumuşdu. Eastern and Western. O hissəni yenidən dinləmək lazımdır. Burada olacaq S bəndi. Bəs Məsumə səndə necə idi? Mən dinləməni çatdırmadım, amma qrammatika ilə readingi yazmışam. Dinləməni sonradan yazacağam. Okay, right. Amma mütləq dinləmələri də edək ki, burada neçə dənə sualı elə bizə dinləmələr verir. Deməli, birincidə, onda sən qeydləri götürmə, hələ cavabları dinləməni dinləyib yazarsan. Birincidə S bəndi düzgündür. Sonra 2-də Nurcan. D variantı məndə. Yes, right, true. İkincidə D bəndi. Tərgül xanım sizdə də düzdür. Bəli, məndə də düzdür. Aha, 3-də Üstə C variantı yazmışam. Mən də C yazmışam. yes, yes, düzdür. Sonra 4-də sadəcə bu suala cavab vermək lazımdır. Necə yazmısınız? 4-ü mən yaza bilmədim. Okay, Tərgül xanım sizdə necədir? Because he was very weak and often ill as a child. O uşaqlıqdan deyir, çox xəstə, yəni zəif uşaq idi. Yes, yes, exactly true. Next one. Beşinci Nurcan. Mən 5-i də yazmamışam. Aha, bəs altını? Bax, bir dəqiqə. Mən onu 7-dən o tərəfə yazmışam. Okay, dinləmələrin bu hissəsini onda yenidən dinləyərsən. Tərgül xanım 5-də 6-da necə yazmısınız? 5-ə yazmışam. The body called heal itself natural. Naturally. Naturally, yes, true. Bəs 6-da? Hatta healthy. Healthy, yes, we can say. Evet. Düzdür. Sonra davam eləyək 7-də. Məsumə xanım siz deyin 7-cinə. 7-də Y variantı. Aha, Ay, mən 7-də. direkt Birinci baxaq cümləyə. Hər kəs Y yazıb, yoxsa fərqli yazanlar var? Mən D Mən variantı. 7. Aha. sınağa baxmışam. Cavabı səhvdir. Yəni başqa sınavdan demişəm. Hə, okey. Bəs necə yazmısınız 7-ni? Bunu yazmamışam. Yazmamısınız. Deməli, birinci baxaq cümləyə. Burada bizə bağlayıcı sözü soruşacaq. Bunun üçün də cümlənin mənasını bilməliyik. Amma mənasından başqa da bəzən bizə ipucuları verir. Məsəl üçün, görsək ki, variantlarda because, as ikisi də varsa, heç birini götürmürük. Çünki ikisi də eyni şey deməkdir. İkisi də çünki deməkdir. İki dənə düzgün variant götürmək olmaz. Ona görə harda because, as-i görsəz, ikisini də üstündən xətt çəkirsiniz. Sonra baxaq cümlənin mənasına. Bad weather, pis hava deməkdir. Flight, uçuş deməkdir. Was not cancelled. Cancelled da ləğv edilməkdir. Burada deyir ki, uçuş ləğv edilmədi. Pis hava, uçuş ləğv edilmədi. Və diqqət etsəz, birinci cümlədə cümlə deyil, söz birləşməsi şəklindədir. In spite of them. Aha, right. Söz birləşməsi şəklində olduğuna görə also götürə bilmərik. Also məna olaraq düz gəlir. Baxmayaraq ki deməkdir. Amma cümlə yox. Ondan sonra həmişə, daha doğrusu ondan sonra həmişə cümlə gəlməlidir. Burada isə cümlə deyil. Birləşmədirsə in spite of götürəcəyik. In spite of baxmayaraq ki deməkdir. Özündən sonra söz və yaxud da söz birləşməsi gəlir. Məsələn, filan şeyə baxmayaraq, pis havaya baxmayaraq, in spite of bad weather. Deyə bilərik tıxaca baxmayaraq, in spite of traffic. Bunun kimi. Ümumiyyətlə yadda saxlayırıq. Təkcə bunlar yox. Bundan başqa bir neçə dənə belə ifadələr var. Məsəl üçün, because of. Əgər of varsa, ondan sonra cümlə yox, söz birləşməsi gəlməlidir. Sonra var instead of, yerinə, əvəzinə deməkdir, nəyinsə əvəzinə. Və yaxud da buradakı kimi in spite of. Harda ki görsəz bu birləşmənin axırında of var, ondan sonra söz ya da söz birləşməsi götürürük. Cümlə yox, bunu yadda saxlayırıq. Amma ofları çıxsaq, because-dan sonra cümlə gəlir, instead-dən sonra da cümlə gəlir, bu B bəndindəki also-dan sonra da cümlə gəlir. Ona görə burada olacaq D bəndi. Aydın olmadısa soruşun. Aydın mənim. Okey, onda davam edək 8-də. 8-də Nurcan necə yazmısan? Burada bizdə E aha, Y bəndini. Right, Y bəndi düzdür. Başqa hansısa variantı yazmısınızsa deyin. Yox, mən də Y yazmışam. Aha, bəs Məsumə xanım sizdə? Mən də Y yazmışam. Okey, düzdür. Burada nəyə görə? Məsələn, A-nın niyə çıxdıq? Need-dən sonra to olmaz.
Yes, need-dən sonra to olmaz. O vaxt ki modal sözdür. Bizdən də modal sözü soruşur. Need-in həm də əsas feil forması var. Onda biz to-nu deyə bilərik. Amma şərtdə modal feil istəyirsə, need-dən sonra to olmaz. Able-ın əvvəlində to be-nin Yox. forması yoxdur. Ought-un to-su yoxdur. We-ilə də həz deyə bilmərik. Ona görə qaldı must. Sonra 9-da sual cümləsidir. Burada biraz passive voice-dan da var. Məsəl üçün, mən 9-da nəyi götürmüsən? B variantı götürmüşəm. 9-da B bəndi. Okey, bəs Tərgül xanım siz? Y variantı. Y variantı. Bəs Nurcan? Mən bu variant. 9-da deməli olacaq Y bəndi. Çünki sual cümləsində mütləq köməkçi feil keçməlidir əvvələ. Məsəl üçün, birinci düzdür. How many books were sold? İkincidə də did var. Day sözünün əvvəlinə keçib. O da düzdür. 1-2 düzdür. Amma 3-də baxın books'dan sonra sold, sonra day, yesterday. Yəni burada heç bir köməkçi feil yoxdur. Bunu götürə bilmərik. Həmçinin 4-cüdə də heç bir köməkçi feil yoxdur. Yəni bu 3, 4 səhvdir. Onları götürmürük. Qalır 1-2. Bu sual sözlərinə aid dimin testlərini işləyəndə daha aydın olacaq bu hissə. Amma yadda saxlayırıq. Sual cümlələrində biz köməkçi feil götürməliyik. Bir dənə olur ki, məsəl üçün who-nun, what-un suallarında köməkçi feil yox, birbaşa feilin özü gələ bilər. Əgər who ya da what gəlirsə cümlənin əvvəlində, o halda ola bilər ki, birbaşa feil gəlsin. Sonra baxırıq 10-cuda. Hansı variantı yazmısınız? Bu müəllim. B variantı. Yes, düzdür. B bəndi, çünki burada classroom sözünə yox, classroom'un qabağında in də var, o məkanı bildirir. Sinifdəki uşaqlar, əsas uşaqlar sözünə baxırıq. O da cəmdədir. Ona görə bizə də cəm lazımdır, B bəndi. True. Sonra 11-də mənasına görə seçməliyik. Bunu düz yazmışdınız. B Bəli. variantı yazmışam. B variantı yazmışam. Aha, B bəndidir, right. Burada birinci söz biraz çətin gələ bilər, onda digərlərinə uyğun tapa bilərik. Upset qəmgindir, sad da qəmgindir. 3-ə deyirik B-ni. Grateful minnətdardır. Ona da thanks somebody for something. Kiməsə təşəkkür etmək nə üçün? Okay, 1-ə də qaldı C bəndi. Sonra 12 Nurcan necə yazmısan? Bir dəqiqə. C variant mənim. Yes, düzdür. Hər kəsdə düzdür bu. Bəli, C Bəli. variantıdır. Aha, yəni trafik sayılmır, ona görə götürdük. Trafikin sayılıb sayılmadığını bilmiriksə də baxırıq burada was var. Was varsa deməli təkdə olmalıdır. O da match uyğun gəlir. Sonra 13-də bu sifətin dərəcələri ilə bağlıdır. Hansı ki, sifətin dərəcələrini işləyəndə bunu xüsusi demişdim. Burada düz Müqayisə. yazmısınız yoxsa səhv? Onun Müqayisə. üstə mən bu qoymuşam müqayisə Y edərdim. Y Aha. variantı. Y bəndi, düzdür. Y olacaq. Nəyə görə? Çünki dən varsa cümlədə biz müqayisə götürməliyik Nurcan. Yəni the most üstünlükdür. The most olmaz. Müqayisədə intelligent sözünün qabağına more qoyuruq. More intelligent. Və müqayisədə D-ni deyə bilmərik. Məsəl üçün qarşısında D artiklı olmaz. Əzlər adi dərəcədə olur, ona görə çıxırıq. The most dedik ki, üstünlük dərəcəsi də olmaz. Matchla da biz müqayisə düzəltmirik. Sadəcə more intelligent-in qabağına match qoya bilərik. Y bəndi düzdür. Ümumiyyətlə match elə müqayisə dərəcəsi ilə işlənir. Much more intelligent və yaxud matchdan sonra başqa bir az hecalı da ola bilər. Amma müqayisə dərəcəsi yadda saxlayın. Sonra 14-də. Burada da ən rahat versiyası odur ki, birinci deyək ki, səhvdir yoxsa düzdür 14? B yazmışam. B yazmışam. B yazmısınız, B. Bəli, B. Bəli. Okay, amma 14-də burada D variantı qeyd etmişəm. Baxaq 14-də. They visited the museum. Museum-in açılışı, museum sözünü izah edən bir hissə lazımdır. Ona görə altından xətt çəkirik. Museum təkdədir, düzdür. Ona görə də which was built. Was-la olanları götürə bilərik, amma were olanları ümumiyyətlə çıxırıq. Üstündən xətt çəkirik. Were olmaz. Have built olmaz. Hansı ki they was. They-dən sonra was ümumiyyətlə bu da düz deyil. They cəmdədir, was təkdədir. Bunları çıxdıq. Museum təkdədir, was-ları götürdük. Yəni əgər cümlə çətin gəlirsə, çünki bu da məşğuldadır, passive voice-dur, belə uzlaşmaya görə götürə bilərik. İsimdən sonra that, which bağlayıcısı, sonra da ona uyğun bir feil gəlməlidir. Təkdədirsə təkdə, cəmdədirsə cəmdə. Ona görə də olacaq 1, 4 D bəndi.
Sonra baxaq 15-də. 15-də Məsumə necə yazmısan? A yazmışam. Okey, sonra bəs Tərgül xanım siz C variantı. C variantı. Bəs Nurcan? Mən də C qoymuşam. Aha. Burada biz nəyə baxırıq əsas? Want feilinə. Bu mürəkkəb tamamlığa aiddir. Complex object. Mürəkkəb tamamlıqda bir dənə yadımıza salaq ki, əgər cümlədə feil olaraq let, make gəlirdisə, feili heç nə əlavə etmirdik. Feil olduğu kimi qalırdı. Məsəl üçün burada become sözüdür, elə olduğu kimi qalacaqdı become. Amma yox, əgər want sözüdürsə, want sözündən sonraki hərəkət mütləq to ilə işlənməlidir. Olmalıdır to become. Bir dənə bunu bilsək bəs eləyir. Want-dan sonraki xəbər həmişə to ilə olmalıdır. Ona görə də Y burada variantı. ancaq to ilə olan lazımdır, qaldı D ilə Y. D ilə Y-də də şini götürə bilmərik, çünki o deyir qızının aktrisa olmasını istəmirdi. Qızının kiminsə olmağını istəmirsə, bu xəbərdən sonra ümumiyyətlə she yox, her gəlməlidir, ya da isim kimi, his daughter, öz qızının. Ona görə Y bəndi. Bunu yadda saxlayın. Let-dən, make-dən sonra xəbər olduğu kimi gəlir, want-dan sonra to-la gəlir. Bir çox buna bənzər yenə feillər var, qrupa göndərəcəm, amma ən çox bunlar düşür. Sonra 16-da düzdür yoxsa səhvdir? C qoymuşam mən. D variantı yazmışım. Aha, Məsumə. Mən də B yazmışam. B. Bəli. Bu elə sonuncu tapşırdığım mövzudur, səhv eləmirəmsə, preposition. Yadda saxlayırıq. Prepositionda bir, ən çox yadda saxlayırıq ki, ayların qabağında həmişə in olur. Əgər ay təkdirsə, əgər yanında günü varsa, məsəl üçün, iyulun 11-i, onda 10 olacaq. Yadda saxlayırıq. Ay təkdirsə indən olacaq. Yanında günü varsa 10 olacaq. Bir də ümumiyyətlə yadda saxlayırıq tarixlərdə. Harda gün sözünü görsəz, day sözünü görsəz, qabağına 10 qoyursunuz. Məsələn, tətil sözü nə ilə bitir? Day sözü ilə. Qabağına 10 qoyuruq. Ad günü sözü nə ilə bitir? Birthday. Day sözü ilə qabağına 10 qoyuruq. Sonra hər hansı bir bayram, Novruz holiday və yaxud New Year holiday harda day görsəz, həftənin günləri hamısı day sözü ilə bitir. Qabağına qoyuruq 10. Bunu yadda saxlayın, yaddan çıxmasın. Ayın da yanında günü varsa, yenə bu gün məsələsinə görə qabağına 10 qoymalıyıq. Ona görə aylar indən işlənir. Sonra burada interested sözü var. Bəzi feilləri də yadda saxlamalıyıq ki, hansılar hansı sözünün tələb eləyir özündən sonra. Interested. Bunun qabağı həmişə to be ilə işlənib interested olanda maraqlanmaq ifadəsidir və özündən sonra gəlməlidir in. To be interested in something. Nə iləsə maraqlanmaq. Ona görə ikisinə də uyğun gəlir in. Yəni burada olacaq D bəndi, D. Sonra baxırıq 17-də cümləni düzəltməliyik. Düzdür yoxsa səhvdir? A variantı qoy. yazmışım. Mhm. A 17 yazmışam. bəndidir, right. Kimdəsə səhv varsa desin. Burada 17 aha. Bir dənə burada qarışdırıla bilər ki, məsələn, bu D artiklını hara qoyaq? Cümlədə biggest sözü var. Biggest nədir? Üstünlük dərəcəsi. Deməli, D artiklı onun qabağındadır. 5 2-nin qabağındadır. Sonra cümləyə başlayırıq Big Ben-dən. Big Ben is, sonra xəbər gəlməlidir. 3 1. Sonra deyirik ən böyük saat qalası. The biggest clock tower. Məkanın da qabağında deyəcəyik in Great Britain. Böyük Britaniyada. Bu şəkildə A bəndi düzgün variantdır. Sonra bu 18-də zamanlarla bağlıdır. Onunla bağlı testlərə hələ ki baxmamışıq. Amma burada bir dənə sadə hissəni yadda saxlasaz, nə vaxt while düşsə tapacaqsınız. Harda while-ı belə bağlayıcı olaraq görsəz, while-dan sonra gələn hissə ya olmalıdır was, ya were, sonra da feil ing ilə. Məsəl üçün, burada study sözüdür. Bu while-dan sonra ya olmalıdır was studying, ya da olmalıdır were studying. Mən burada B yazmışam. B variantını, birincini was studying, ikincini 18-də ilə B variantı düzdür. Okay, ya was were, ondan sonra da feil gəlməlidir ing ilə.
Ona görə burada da elə ayıncı ilə olan hansılardır? B-dir, bir də Y-dir. Bir tərəfi keçmişdədirsə, o birisi tərəfində indiki zamanda, yəni həzlə deyə bilmərik. Ona görə ikisini də keçmişdə götürməliyik. Ortada bağlayıcı olanda keçmişlə keçmiş uzlaşa bilər ancaq. Bir tərəfi vozdursa, o birisini də voz götürürük. Bəli. Sonra 19-da yenə də burada sadə bir yanaşmanı bilsək tapırıq. 19 düzdür yoxsa səhvdir? C-dir müəllim. C yazmışam bəli. Yes, Ceydi. Nəyə görə? Məsəl üçün bilmirik ki, bu deyək ki, mənim iki bacım var. Onların hamısı, ikisi, yoxsa heç biri Londonda yaşayır. Baxırıq buradakı xəbərə. Are. Are deyirsə, heç biri yaşamır deyə bilmərik. Heç biri ilə cəm feil götürə bilmərik. Bu sonra every ümumiyyətlə ofla işlənmir. Each hər biri deməkdir. Onunla da feil təkdə olmalıdır. Bir dənə burada feili cəmdə işlənən both. İkisi də sözüdür. Ona görə C bəndi. Sonra 20-də bizdən singular. Singular nə idi Nurcan? Dəqiqə. Tək. Təkləri istəyir. Ona görə cəmləri çıxırıq. Məsəl üçün, Y-də cəm olan hansıdır? Glasses. D-də Aha. Y-də glasses çıxırıq. Cəmdədir. Sonu ES-lə. D bəndində clothes, geyimlər sözü cəmdədir. C-də C-də. ikisi də cəmdədir. People da cəmdədir. Polis sözü də həmişə cəmdədir. Yadda saxlayın. B-də sizers, qayçılar deməkdir. Həmişə cəmdədir, həmişə cəm olur. A bəndində foot, ayaq təkdədir. Furniture, mebel həmişə təkdədir. Yadda saxlayın, sayılmayan ismdir. Ona görə A bəndi düzdür. Sonra baxaq 21-də passive voice. Passive voice hələ keçməmişik, amma burada variant olaraq nə yazmısınız? D yazmışam. Voice yazmışam. B variantı yazmışam. Okay, burada deməli 21-də D bəndidir, right? Baxaq cümləyə. Where did you find this picture? Bu cümləni çevirməliyik. Birinci baxırıq ki, did var, yəni keçmiş zamanda olmalıdır və məchula çeviririksə artıq təkrardan you sözünü mübtəda kimi götürə bilmərik. Məchula çevirəndə bu cümlənin tamamlığını biz mübtəda kimi götürməliyik, yəni picture sözünü. Didlə olan bir cümləni məchula çevirəndə yadda saxlayırıq. Ya was ya da were olmalıdır. Yəni harda sözündən sonra, where sözündən sonra gəlməlidir ya was ya da were. Yəni bu şəkildə where, sonra picture sözü təkdədir deyə biz was istifadə edirik, təkdədir. Sonra picture sözünü qoyuruq, this picture. Sonra feili qoyacağıq, amma məchulda feili necə deyirdik? Üçüncü formasını. Find sözünü üçüncü formada kökündən dəyişir, olur found. Bu şəkildə. Ardına da by you qoya bilərik. Baş cümlənin, birinci bizə verilən cümlənin mübtədasının qabağına by qoyaraq istifadə edə bilərik. Amma by olmasaydı səhv idi. Mütləq mübtədanın qabağında by işlədərək deməliyik. Ona görə də burada düzgün variant olacaq. Where was the picture found by you? D bəndi. Məşğulu tam dəqiq başa düşmək üçün birinci zamanların üstündən keçib təkrarlamalıyıq. Sonra hər zamana görə məşğulda necə dəyişir ona baxmalıyıq. Sonra 22 article. Article da məncə oxuduğumuz mövzuların içində idi. Deməli, 22-də düzdür yoxsa səhvdir? B C variantı. qoymuşam. Aha, Tərgül xanım B. Bəs Məsumə? C yazmışam. D, C. C. Burada da C. Baxırıq indi cümləyə birinci. There is təkdədir. Small screen. Ümumiyyətlə, hardasa nəsə var deyəndə, ilk dəfə nəsə haqda danışanda yadda saxlayırıq. Əgər təkdədirsə, ya da an article işlədirik. Məsələn, küçədə insan var, otaqda tələbə var. Bir dənədirsə həmin tələbə, insan, it, pişik qabağına an article qoyuruq. Ya ya an. Ona görə də birinci article olanı götürməliyik. Yəni D olanları çıxaq. Sonra middle orta deməkdir. Ortasında, əvvəlində, axırında bunların da qabağında həmişə D artiklı deyirik. Ümumiyyətlə məkanla bağlı bir şey deyəndə çox vaxt D artiklını istifadə edirik. Burada da olacaq in the middle of. Village-da yenə məkan bildirdiyinə görə onun da qabağına D qoyuruq. Yəni ikisi də D olacaq, qabaqda da artiklı. Düzgün variant B bəndi. B. Sonra baxırıq mətnə. Mətnlə bağlı bəs necə? Çətin gəldi, asan gəldi. Məncə rahat. Right, çətin bir mətin deyildi actually. Mətni hər kəs yazıb. Bəli. Bəli. Okay, onda bəs tərcüməsini başa düşmüsünüz? Bəli.
Aha, onda birbaşa baxaq suallara. Məsəl üçün 23-dən başlayırıq. Ada Lovelace, known as the world's first computer programmer because deyir o dünyanın birinci kompüter proqramçısı kimi tanınırdı. Çünki deyir burada 23-də biz götürəcəyik B bəndini. Çünki o proqramlaşdırmada, kompüter proqramında detalları yazmışdı. Bəzi detalları tamamilə yenisini yaratmamışdı. Məsələn, A bəndində first computer səhvdir. Yeni bir şey yaratmamıştı. Sadece yaradılmasında bəzi katkısı, bəzi köməyi var idi. Ona görə burada B bəndi düzgündür. Sonra 24-də bəs necə yazmısınız? C. C var. Müəllim 22-nin B variantında not deyir axı. 23-ü. Mətndə not wrote deyir orada. Mətndə hansı hissəsində? Müəllim, bir dəqiqə bax. Aha. E, Burada ikinci hissədədir, səhv etmirəmsə. His ideas wrote notes explaining how the matching could be. Notes deyir. Not o mənada not yox. Notlar Bildim. mənasında notes. Bunu deyirsiniz? Hə, mən not kimi oxumuşam, səhv Hə, salmışam. bu n, o, t, onda inkardır. Bu notlar götürdü, qeydlər yəni o mənadadır. Səhv salmışam. Hə, okey. Ona görə B bəndi. Ümumiyyətlə diqqət edin. Not adətən feildən əvvəldə Mən gəlir inkar mənasında. Sonra 24-də mətnin nə haqda olması. Məncə bu mətnlə bağlı ən rahat sualdır. Çünki ümumi mətni oxuyanda sizdə bir təəssürat yaranır ki, burada ən çox nəydən danışdı? Məsəl üçün kompüterdən danışmadı. Hər hansı bir elmi kəşfə fokuslanmadı. Sırf bir nəfərdən danışdı, düzdür? Bəli. Məsəl üçün A-da deyir ki, Lord Byron'ın həyatı, onu sadəcə bir-iki cümlədə adı keçir. B-də deyir invention, ixtirası, analitik bir mühərrikin, qurğunun, ona da fokuslanmır, sadəcə adı keçir. Əsas məsələ nə idi? A-da. Yəni əsas bu Ada'nın həyatından danışırdı. Ona görə də götürəcəyik C bəndini. Sonra 25-də hansı düzgündür? Yadda saxlayın, true düzgünün deməkdir. Düzgün olanı seçməliyik. Mətnə əsasən 25-də nəyi yazmısınız? C variantı. Right, düzdür. Bu cümlədə elə olduğu kimi orada var idi mətndə. Yəni heç qarışıq düşməmişdi. Məsələn, A-da deyir ki, maraqlanmırdı riyaziyyatla, əksinə maraqlanırdı digərlərindən fərqli olaraq. Sonra digərlərində də məsələn Nurcan düz idi bu. Mən A qoymuşdum. A-da səhvdir. Çünki deyir ki, o əksinə digər qızlardan fərqli olaraq riyaziyyatla maraqlanırdı, məntiqlə maraqlanırdı, rəqəmlərlə. Amma digərləri incəsənətlə, musiqi ilə. Mən orada intersayedi qarışdırdım biraz. Ha, okey, daha diqqətli yanaşın. Deməli, burada oldu dostluq məsələsi. Become friends. Seybəndi. 26-da yenə də rahat idi. Soruşur ki, hansılar what was the... Hə, digər qızlardan fərqi nə idi? Burada da götürəcəyik çünki rəqəmlərlə maraqlanırdı, birincisi. Bir də anası onu dəstəkləyirdi. Encourage, həvəsləndirmək kimisə, neysə, ilhamlandırmaq sözünü. Biri, üçü götürürük. B bəndi. B variantı. Yazmışam. Qarışdırmış yəqin. 2-də deyir ki, o əsasən fokuslanırdı art və music. İncəsənət və musiqiyə. Bu səhvdir. Bu elə əsas fərqi bu idi. Ona görə 1 ilə 3. Sonra 4-də deyir ki, atası kimi yazıcı olmaq istəyirdi, şair olmaq istəyirdi. Daha doğrusu oldu, çevrildi. Bu da səhvdir. Əksinə atasından fərqli idi. Sonra baxaq indi əsas hissəyə 27-də price sözünün mətndən yaxın mənalısı. Bunlar üçün sinonimlər, antonimlər hissəsini qeyd edəcəm qrupa. Onları mütləq təkrarlayın, oxuyun. Sinonim yaxın mənalıdır. Paragraf 3-ə baxırıq ki, orada price sözünə yaxın mənalı hansı söz var? A var. Award, yes. Hər ikisi mükafat deməkdir. Yadda saxlayırıq. Ona görə 3-də bir dənə o sözü yazırıq ora. 28-də bu verilmiş hissənin mənası lazımdır bizə. Inspire someone to do something. Inspire, o da ilhamlandırmaqdır kimisə, nəsə etməyə. Bu da elə bayaq dediyimiz, bu altından xətt çəkdiyim söz. Encourage, kimisə nəsə həvəsləndirmək. Bir dənə bu sözü yazırıq. Sonra 29-da bizdən bu cümləni, elə bununla başlayan bir cümlə var orada. Sadəcə sonunda biraz dəyişiklik eləyirik. Dəyişiklik dedikdə
həmin cümləni götürüb oradan bir-iki dənə sözü yaxın mənalı sözlə əvəzləyirsiniz. Məsəl üçün, baxaq spend her time hissəsinə. Baxın, birinci abzasın sonuncu cümləsidir. Burada məsəl üçün əvəzləyə bilərik learning, öyrənmək sözünü studying sözü ilə əvəzləyə bilərik. Və yaxud da Əvəzləyə bilərik, yoxsa səhv gedər? nə ilə? Accure, açıq o yerə yazılır. Accure. Okey, əvəzləyə bilərik. Edə bilərik. Və yaxud da machines, texnika, maşınlar sözünü devices sözü ilə əvəzləyə bilərik, qurğular sözü ilə. Sonra learning-də study ilə əvəzləsək, iki dənəsini əvəzləsək bəs eləyir. Sonra burada qaldı sonuncu. Bu da bizdən tələb edir ki, bir esse şəklində 3 cümləlik nəsə yazaq. Ən azı 3 cümlədən ibarət. Burada artıq nələr qeyd etmisinizsə, onların şəklini çəkib mənə göndərərsiniz ki, oradakı həm mənasını, həm də varsa qrammatik səhvləri düzəldim. Burada da 3 cümlədən ibarət, amma 3 dənə balaca cümlə, it is filan şey belə yox. 3 dənə normal cümlə yazsanız bəs eləyir. Why is it important for young people? Niyə gənc insanlar üçün vacibdir? To follow their interest, öz maraqlarının arxasıca getmək, izləmək. In science, elmdə və texnologiyada. Sadəcə öz fikrinizi burada, məsəl üçün bu tipli cavablara diqqət edin ki, bizdən orada alim olmağımızı tələb eləmir. Sadəcə öz fikrimizi görək ingiliscə çatdıra bilirikmi? Həqiqətən nə düşünürsünüzsə, onu çalışın ingiliscə sadə şəkildə izah edin. Bağlayıcıları izah edin. Məsəl üçün, cümləni dediniz, sonra çünki, ona görə də, mən düşünürəm ki, bu tipli ifadələrdən də istifadə edin. Növbəti dəfəyə bir neçə dənə bu tipli suallar yazacağım qrupa. Ev tapşırığı olaraq hərəsinə aid qısa-qısa 3-4 cümləli esselər yazıb göndərərsiniz. Okey, sınağa aid hansı bir başa düşmədiyiniz hissə oldusa soruşun. Xeyr. Ümid edirəm növbəti dəfə daha yaxşı olacaq. Neçə dənə düz cavabınız oldu?